Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Toy şənliyi dünən axşam Zebrazidə yerləşən restoranlardan birində baş tutub. Mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib. Publikasının əldə etdiyi məlumata görə Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib. Onun Paşa Holdinqə məxsus Paşa Bankda işlədiyi bildirilir. Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir.